بسم الله الرحمن الرحيم إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدًا عبده ورسوله أما بعد قال الحكيم في كتابه محكم الكريم بسم الله الرحمن الرحيم إنا أنزلناه في ليلة القدر وما أدراك ما ليلة القدر ليلة القدر خير من 1000 شهر تنزل الملائكة والروح فيها بإذن ربهم من كل أمر سلام هي حتى مطلع الفجر صدق الله العلي العظيم. Əziz və hörmətli möminlər, həm cümə gününüzü, həm də mübarək Ramazan ayınızı təbrik edir. Uca Allahdan diləyimiz budur ki, bugün və bu ay etdiyimiz bütün əməlləri, ibadət və itaətləri, hansı ki heç biri onun şəninə layiq deyil, uca dərgahında qəbul dərəcəyə yetirsin. Bildiyiniz kimi biz artıq Qədr gecələrinə yaxınlaşmaqdayıq. Ramazan ayının 19, 21, 23-cü günləri daha çox Əhl-i Beyt məktəbində Qədr gecələri kimi təqdim edilib. Mənbələr bu mövzuda çoxsaylı hədis-i şərif nəql edib. Buna görə də xutbəmiz 2 hissədən ibarət olacaq. Birinci hissədə bir neçə kəlmə sizə Qədr gecəsi haqqında, onun əhəmiyyəti haqqında, ikinci hissədə isə Quran və hədisdə mühüm bir mövzulardan olan mürüvvət, yəni kişilik mövzusu haqqında danışacağıq. Doğrudur, Qədr gecələrində biz Qədr surəsinin təfsiri, Qədr sözünün əhəmiyyəti, lüğəvi, terminoloji mənaları, Quran və sünnədə Qədr gecəsinə aid olan xəbərlər, o cümlədən Qədr gecəsinin əməllərinə aid olan hökmlər haqqında sizinlə danışacağıq. Lakin qısa olaraq deyim ki, indidən hər kəs hazırlığını görsün ki, Qədr gecələrini fota verməsin. İndicə diqqətinizə çatdırdığım surə Qur'an-ı Kərimin mübarək Qədr surəsi idi. Bu surə biz Qədr gecəsində Qur'anı nazil etdik. Sən nə bilirsən ki, Qədr gecəsi nədir deyə Peyğəmbər salavatullaha xitab edir. O Peyğəmbərə xitab edir ki, biz Meyrac haqqında olan xəbərlərdən öyrənmişik ki, bütün Allahın ayətlərini, hətta cənnət və cəhənnəmi belə göstərdiyi Peyğəmbərə sən nə dərk edərsən deyə buyurur. Bunun mənası o deməkdir ki, Qədr gecəsinin əhəmiyyəti insan idrakının hətta ərşi görmüş Peyğəmbərin belə idrakının fövqündədir. Ona görə də ayə وَمَا أَدْرَاكَ مَا لَيْلَةُ الْقَدْرِ Nə bilirsən ya Peyğəmbər, Qədr gecəsi nədir? Bu o gecədir ki, 1000 aydan daha üstündür. Yəni hər kəs bu gecəni, Qədr gecəsini ibadət və itaətlə məşğul olsa,
Allah yolunda 1000 ay cihad etmiş, ibadət etmiş şəxsin savabını qazanacaqdır. Təfsir mənbələrində belə bir hədis nəql olunur ki, bir gün Peyğəmbər salavatullah Qədr gecəsi haqqında bu ayənin nazil olması ilə əlaqədar olmuş bir rəvayətdir bu. Keçmiş ümmətlərdən biri haqqında məlumat verirdi. Dedi, keçmiş ümmətlər arasında bir kişi var idi ki, 80 ildən artıq Allah yolunda cihad etmişdir, ibadət və itaət etmişdir. Elə bu zaman səhabələrdən biri ayağa qalxdı, dedi, ya Rəsulallah, bəlkə mənim heç o qədər ömrüm olmayacaq. Bu o deməkdir ki, mən 1000 ayın savabından məhrum olacam. Elə bu zaman Həzrəti Cəbrail əleyhissalam Qədr surəsini gətirdi. Və bu surədə hər kəs Qədr gecəsini əhya etsə, 1000 aydan artıq Allah yolunda cihad, ibadət və itaət etmiş kimi bir dəyərə, bir savaba malik olacağı bildirildi. Qədr gecəsinin bu dərəcədə əhəmiyyəti vardır. Hətta mümkündür bir insan hələ ki namaz qılmır, İnşallah ki qılacaq, Qədr gecəsini ehya etsin, uca Allahdan nə diləkləri var diləsin və umulur ki, o gecənin bərəkətindən Allah onun qəlbinə bir ilham edər, bir nur bəxş edər və elə növbəti səhəri namazına, ibadət və itaətlərinə başlamış olar. Qədr gecəsində nə etsəniz 1000 aya bərabərdir. 1000 ayın da eləyir 83 il 4 ay. 5-3 gün artıq əskik. Yəni, Qədr gecəsində bir adam namaz qıla və ya Qur'an oxuya və ya hər hansı bir savab işlə məşğul olsa, onun əməl dəftərinə təsəvvür edin ki, bir qocaman kişinin ömrü qədər namaz qılmış şəxsin savabı yazılacaqdır. Bu ayədir, bu səhih hədislərdir ki, Qur'an və Peyğəmbərimizin o cümlədən Əhl-i Beyt imamlarının mübarək kəlamlarında bu gecəni xüsusi olaraq diqqətdə saxlamağımız bizə bildirilib. Biz ötən söhbətlərdə qeyd etmişdik ki, Ramazan ayı haqqında Peyğəmbərimiz o ay yalnız mənə və ümmətimə ərməğan edilmişdir deyə buyurub. Keçmiş ümmətlərin, hətta ilk insan Həzrəti Adəmin oruç tutması, ondan sonraki bütün mərhələlərdə Peyğəmbərlərə və onların ümmətlərinə orucun vacib edilməsi haqqında məlumatlar var. Amma heç birinə xüsusi olaraq Ramazan ayı kimi bir ay verilməmişdir. Və heç bir Peyğəmbərə, heç bir Peyğəmbərin ümmətinə Qədr gecəsi kimi dəyərli bir gecə verilməmişdir. Buna görə də Peyğəmbər salavatullah onu uca Allahın ən böyük hədiyyəsi olaraq adlandırıb. Həm Ramazan ayını, həm də ki Qədr gecəsini. Ona görə də Ramazan ayının qədrini bilmək, Qədr gecəsinin qədrini bilmək hər bir müsəlmanın mənəvi borcudur. Elə adından da görsəndiyi kimi Qədr sözü haqqında olan müxtəlif ehtimallara baxmayaraq, alimlərimizin, təfsir əhlinin gəldiyi ən güclü qənaət bundan ibarətdir ki, Qədr sözü qiymətli, dəyərli mənasını ifadə edir. Elə bizim də dilimizə ərəbcədən keçmədir. Deyirik filan kəs Qədr qiymətli adamdır, məsələn. Və yaxud da oğlan övladlarımıza Qədir adını qoyuruq.
bunun mənası çox qiymətli deməkdir. O dərəcədə qiymətli ki, insan o şeyə qiymət qoya bilməz. Onun dəyərini dərk edə bilməz. Buna deyərlər qədir. Ona görə də uca Allahı and verək öz izzət-i cəlalına xatir Qədr gecələrini saxlamaqda bizə inayət etsin. Söhbətimizin dedik ki, ikinci mövzusu mürüvvət haqqında olacaqdır. Mürüvvət haqqında dedikdə nə başa düşülür? Söhbətin elə Ramazan ayı ilə də əlaqəsi vardır. Çünki Ramazan ayı həm də kişilik ayıdır. Kişilik cins deyil ha. Qadın kişi deyil. Kişilik ruhdur. Kişilik mənəviyyatdır. Bu mənada hər bir xanım da kişilik xüsusiyyətinə malik olmalıdır. Hər bir bəy də kişilik xüsusiyyətinə malik olmalıdır. Çünki kişilik Qur'an və sünnənin, yəni məsumların kəlamlarının bizə aşıladığı ən önəmli məsələlərdən biridir. Çünki Ramazan ayının əməllərinə, Ramazan ayının biz ümumi olaraq məna çalarlarına baxdıqda da görürük ki, imamlarımızın, Peyğəmbərimizin kişilik mövzusunda dediyi sözlər eyni ilə Ramazan ayında daha çox edilən əməllərlə üst-üstə düşməkdədir. Ramazan ayı yəni nə? Demişik ki, Ramazan ayı yəni savab ayı. Ramazan ayı yəni əməl dəftərimizə il ərzində həkk etdirdiyimiz günahların silinmə ayı. Ramazan ayı yəni səxavət ayı. Ramazan ayı yəni yardımlaşmaq ayı. Ramazan ayı yəni özündən daha aşağı olan kimsələrə əl tutmaq ayıdır. Ramazan ayının o qədər özünə məxsus keyfiyyətləri var ki, ona görə məsumlarımız bu ayı xüsusi olaraq yaşamağı bizə tövsiyə ediblər ki, bizim kişilik ruhiyyəmiz, yəni mənəvi ruhiyyəmiz, əxlaqi ruhiyyəmiz daha da yüksəlmiş olsun. Dedik ki, kişilik cins deyil, mənəviyyatdır. Həzrəti Musa əleyhissalam gəldi Tur-i Sina dağına, dedi Pərverdigar-ı aləm, hamı kişilikdən danışır. Bu kişilik nə olan şeydir? Onun tərifini sən ver, mən də onu ümmətimə çatdırım. Hədisin mənbəsi Təfsir-i Kəbir əsərindəndir. Allahdan belə vəhy olundu ki, ya Musa, mən hər bir bəndəni yaradanda ona təmiz ruh vermişəm. Hər kəs həmən ruhu ləkələmədən, günaha bulamadan mənə qaytarsa, kişi adam o adamdır. Deməli, kişilik əxlaqdır, kişilik mənəviyyatdır, kişilik özündə bir bütün əxlaqi, mənəvi keyfiyyətləri əks etdirən ən böyük mənəvi dəyərdir. Ona görə həm xanımlar, həm də bəylər kişilik ruhiyyəsinə sahib olmalı, öz insani ruhiyyələrini heç vaxtı əllərindən verməməlidirlər. Qur'an-ı Kərim əsl kişinin xüsusiyyətlərini sadalayarkən birinci yerdə təqvanı əsas götürür. Qur'an buyurur, uca Allahımız Ali İmran surəsinin 102, Nisa surəsinin 101, Əhzab surəsinin 70-71-ci ayələrində təqva mövzusuna diqqət etsəniz, görəcəksiniz ki, söhbət nədən gedir? Buyurur ki, Bismillahirrahmanirrahim. Ya eyyuhəl-ləzīnə əmənuttəqullaha haqqa tuqatih və la təmutunna illa və əntum muslimun. Ey iman gətirənlər, Allaha qarşı təqvalı olun, əsl təqvanı yaşayın, müsəlman olmadan ölməyin. Biz müsəlmanın da mənəvi keyfiyyətlərinə baxanda
necə ki Peyğəmbərimiz İmam Əli və digər məsumlarımız bunları tamamilə sadalayıblar, görürük ki, kişilik xüsusiyyətini özündə əks etdirmiş bütün məsələlər, bütün ali əxlaqi dəyərlər məhz həmin o mübarək kəlamlarda öz əksini tapmaqdadır. Mövzu bugün çox əhəmiyyətli bir mövzu hesab edilir. Ona görə ki, müasir dövr, kapitalizm quruluşu insanlarımızın çoxusu daha çox alış-veriş, daha çox digər işlərlə məşğul olmağa o qədər vaxt sərf edirlər ki, bəzən ailədə uşaqların mənəvi dünyası ilə, mənəviyyatı ilə məşğul olmaq arxa plana keçir. Bu həm də sosioloji bir problemdir. Oğlan uşaqlarının necə yetişdirilməsi, qız uşaqlarının hansı səpkidə böyüdülməsi müasir dövrümüzün ən aktual problemlərindən birinə çevrilmişdir. Ona görə də biz kişilik xüsusiyyətlərini ilk olaraq beşikdən başlayaraq öz övladlarımıza öyrətməliyik ki, onlar böyüyəndə, cəmiyyətə atılanda, cəmiyyətdə müəyyən bir vəzifə, nüfuz və s. qazananda heç vaxtı öz kişilik ruhiyyələrini itirməsinlər, heç vaxtı öz mənəvi xüsusiyyətlərini itirməsinlər. Çünki burada da əsas məsələ məsumlarımız olmalıdır. Məsumlarımızın istər döyüş meydanlarında, istər ailə ocağında, istərsə də ictimaiyyət ilə olan münasibətlərində biz kişiliyin bütün xüsusiyyətlərini görürük. Hətta xanım Fatimə Zəhra salamullahi aleyhada kişiliyin tam və kamil xüsusiyyətlərinin, ondan sonraki mərhələdə övladı xanım Zeynəb salamullahi aleyhanın misalında bariz şəkildə görsənir ki, kişilik nə deməkdir? Zalimin huzurunda özünü necə aparmaq, məzlumun yanında özünü necə aparmaq, hər iki xanımın xüsusiyyətinin nüvəsini təşkil edir desək, heç də yanılmarıq. Əbəs deyil ki, 11-ci imamımız İmam Həsən Əskəri əleyhissalam xanım Fatimə Zəhranı bütün imamlar üçün bir mənbə olaraq qərar vermişdir. Sözünün mənası, məğzi odur ki, biz bütün o dini, imanı məhz nənəmizin vasitəsi ilə öyrənmişik. Bizdən nə varsa, nənəmizdən bizə keçməkdədir. Özü kişi olduğu halda, cins olaraq kişi olduğu halda, İmam Həsən Əskəri əleyhissalam özünün mənəvi keyfiyyətlərini, əxlaqi keyfiyyətlərini bir imam kimi və həm də bir insan kimi bağladı nənəsi xanım Fatimə Zəhra salamullahi aleyhanın adına. Niyə? Çünki xanım Zəhra salamullahi aleyha bir xanım olmasına baxmayaraq, harada hansı sözü demək lazım olduğunu hər kəsdən daha yaxşı bilən biri idi. Kişiliyin mühüm xüsusiyyətlərindən də biri İmam Əlinin təbirincə desək cəsarətdir. Xanım Fatimə, xanım Zeynəb və digər məsumlarımıza məxsus olan bəzi xanımların misalında biz artıq bunu görməkdəyik. Kişilik xüsusiyyətinə səbəb olan mühüm amillər var. Kişilik, yəni mənəviyyatın yetişəcəyi yerlər var, əziz möminlər. Hədis mənbələri ilə yanaşı Qur'an-ı Kərimdə həmən yerlərə diqqət eləmək bizə çox tövsiyə edilibdir. Onlardan birincisi məscidlərdir. Qur'an çox tövsiyə edir, hədislər çox tövsiyə edir ki, bizim uşaqlarımızın məscidə getgəlləri çoxalsın. Məscid istər Peyğəmbər əleyhissalamın dövründə, istərsə də bugünkü dövrdə, yəqin ki, bundan sonra da qiyamətə qədər olacaq bütün dövrlərdə elm və mədəniyyətin mərkəzi olmaqla yanaşı, həm də
əxlaq və mənəviyyatın mərkəzi olub. Biz məscidlərə toplaşmaqla mənəvi söhbətlər dinləyirik, mənəvi söhbətlər edirik. Bir-birimizlə olan ünsiyyətimiz bizim mənəviyyat dünyamıza, yəni kişilik dünyamıza çox böyük təsirlər qoymaqdadır. Ona görə də Qur'an-ı Kərimdə məscidlərə xüsusi olaraq diqqətin ayrılması, təqva üzərində olan məscidlərin gediş-gəliş mərkəzinə çevrilməsi, fəsad üzərində olan yerlərə isə necə zahirən mübarək ad qoyulsa belə oradan uzaq olmağı bizə tövsiyə edir. Tövbə surəsində uca Rəbbimiz, bilirsiniz, münafiqlər bir məscid bina eləmişdilər ki, müsəlmanlar arasına parçalanma salsınlar, hətta orada Peyğəmbərin dinin əleyhinə müəyyən təbliğatlar aparsınlar, orada öz iki üzlü sifətlərini biruzə versinlər. Qur'an o məscid haqqında buyurdu, lə təqum fihi əbədən, heç vaxtı ora getmə, orada dayanma, orada namaz qılma. Bu ayədən çıxan nəticə nədir? Bu ayədən çıxan nəticə budur ki, gediş-gəliş yerimizi bilməliyik, hansı məkana getməliyik, hansı yerlərə övladlarımızın gediş-gəlişinə icazə verməliyik, bu çox önəmli bir məsələdir. Əgər biz gediş-gəliş məkanlarımızı müəyyən etməsək, mömin olan şəxs, müsəlman olan şəxs heç bir fərqinə varmadan istədiyi məkana gediş-gəliş eləməsi, görərsən ki, onun kişilik ruhiyyəsində, yəni mənəviyyat dünyasında bir fəsadın, bir çatın əmələ gəlməsinə səbəb olacaqdır. Qur'an ardınca buyurur ki, o məscidlərə getmək, gəlmək lazımdır ki, o məscidlər təqva üzərində qurulmuşdur. Bu ayəni sitat olaraq gətirməkdə məqsədim məkana Qur'anın xüsusi diqqət göstərməsidir. Gərək Qur'an həmçinin bununla nəyi bildirmək istəyir? O zərərli bir məscid ki, bina edilmişdi, Peyğəmbərə arxadan zərbə vursunlar, ora toplaşanlar kimləri idi? Ora toplaşanlar o dövrdə insanların ən ikiyüzlü şəxsləri idi. Qur'an ora gediş-gəlişi nəyə görə qadağan elədi? Çünki ora gediş-gəlişlə həmən insanlarla qurulan diyaloq, həmən insanlarla var-gəl etmək möminin, insanın, müsəlmanın xüsusiyyətinə xələl gətirəcəkdir. Deməli, kişilik ruhiyyəmizin həm formalaşmasında, həm də qorunub saxlanmasında birinci amil oldu məkanlar, həm özümüz, həm cavanlarımızın gediş-gəliş məkanını bilməliyik və həm də oldu çevrə, kimlərlə ünsiyyət qurmaq. Qur'an ona görə qadağan elədi ora getməyi ki, ora gedən insanlarda iki üzlülük sifəti yavaş-yavaş baş qaldıra bilər. Əli əleyhissalamın adına aid edilən bir hədisdə deyilir ki, dostunu de, kimliyini deyim sənə. Müasir elmdə də sübut olunub, bir şəxsin bir şəxsiyyət kimi formalaşmasında üç mühüm amil sadalanıb. Birincisi genetik xüsusiyyətdir, dədə-baba, gen. Ona görə məsumlarımız haradan evlənəcəyimiz haqqında çox tövsiyə ediblər. Məsələn, Peyğəmbər salavatullah buyurur ki, zibillikdə bitən xanımlardan uzaq olun. Dedilər, ya Rasulallah, zibillikdə bitən güllərdən uzaq olun. Ya Rasulallah, zibillikdə bitən gül nədir? Dedi, əxlaqsız, tərbiyəsiz ailələrdə olan xanımlardan. Çox önəmli bir məsələdir və bunu da xüsusi olaraq qeyd edim ki, bu genetik məsələ son dövrlərə aiddir də. Biz orta məktəbdə oxumuşuq, biologiya dərsi keçərdik. O vaxtı bizə öyrədiblər ki, 1865-ci ildə Danimarka alimi kəşf eləyib ilk dəfə genetik xüsusiyyəti. Məsələn, noxud heç vaxtı lobya gətirməz, əncir heç vaxtı üzüm gətirməz və s. və ilaxır. Allah əzəldən müəyyən eləyib onların genetikasına nəsə qoyub.
Amma ilk genetik məlumatı verən İmam Əli əleyhissalamdır. Məşhur mənbələrdə qeyd edilir ki, bir gün Bəsrə müharibəsinə gedərkən çayın sahilində orduya dincəlmək əmri verir, özü Zülfiqarı götürür, düşür çayın sahilinə, Zülfiqarı suya batırır, çıxarır, başlayır damcıları saymağa orada. Bu həm də İmam Əli əleyhissalamın müasir elmə verdiyi böyük töhfələrdən biridir. Soruşurlar, ya Əli, səni biz mənasız işlə məşğul olan görməmişik, bu nədir? Deyir, and olsun Allaha, məni dərk etsəydiniz, bu damcılardan elə şey düzəldərdim ki, bütün Məkkə və Mədinə işığa qərq olardı. Biz enerjini hardan alırıq sudan? Gəlirlər müharibədə, döyüşdə oğlu Məhəmməd Hənəfiyyə çox şücaətli şəxs olub. İmam Əlinin övladları içərisində Məhəmməd Hənəfiyyə haqqında nəql olunur ki, bir nəfər İmam Əliyə poladdan bir dəbilqə bağışlamışdı, geyim bağışlamışdı, zireh bağışlamışdı. İmam əleyhissalam geyindi, hər şey qaydasında gördü ki, o zireh biraz uzundur. İşarə qoydu, dedi bunu buradan kəsərsiniz. Rəvayət olunur ki, Məhəmməd Hənəfiyyə elə Həzrətin əynində kağızı cıran kimi o poladı cırır. Belə bir şücaətli şəxs olub. Görürlər ki, İmam Əli görür ki, bu Məhəmməd Hənəfiyyə döyüşə geri çəkilir. Yaxınlaşır ona, Zülfiqarın tiyəsi ilə döyəcləyir kürəyinə, deyir, bu qorxaqlıq sənə ana tərəfindən keçib. Bax, bu irsiyyət qanunudur. Bir kəlmə buyurub. Qorxaqlıq sənə ana tərəfindən keçib, yəni döyüşə hara çəkilirsən geri. Ata tərəfində ki, məlumdur, Bəni Haşimdə qorxaq adam olmayıb. İmam Əlini təəssüflər olsun ki, dərk eləmədilər, başa düşmədilər. Bugünkü ümmətin belə bir rəzil vəziyyətinə düşməyinin də birinci səbəbi məhz o Həzrətə qarşı olan münasibətlərdir. Bir salavat zikr eləyək. Dedik ki, Qur'an-ı Kərimdə insanın mənəviyyatını, onun kişilik xüsusiyyətlərini bizə çatdıran xüsusi ayələr var. O ayələrin biri də, əziz möminlər, ayələrinin birində də uca Rəbbimiz buyurur ki, Fi buyuti əzinəllahu ən turfəə və yuzkərə fiyhə ismihu yusabbihu ləhu fiyhə bil-uduvvə vəl-əsal. Gecə gündüz o evlər ki, o evlərdə Allahın zikr edilməsinə icazə verilmişdir. Ricalun la tulhihim ticarətun və la bey'un ən zikrillah. O evlərdə kişilər yaşayır ki, kişilər deyəndə cinsi nəzərdə tutur ha. O evlərdə Allahı zikr etmək üçün heç bir maniyə yoxdur. Yəni nə ticarət, nə əyləncə, nə bu kimi şeylər o evdə yaşayanların kişilik ruhiyyəsini əllərindən ala bilməz. Ayədə fikir verirsiniz, ricalun. O evdə kimdir? Bizim hədis mənbələrinə baxdığımız zaman görürük ki, o evlər İmam Əlinin, Əhl-i Beytin icazə verildiyi evlərdir. O evlər ki, gecə və gündüz o evlərdə uca Allahın zikri ərşə ucalırdı. Deməli, Qur'an bizə Allahı zikr etmək bizim kişilik ruhiyyəmizə, bizim mənəviyyat ruhiyyəmizə çox böyük təsirlər göstərdiyini bildirmək üçün bu ayəni xüsusi olaraq qeyd edir. Bu ayə bir daha onu göstərir ki, bizim mənəviyyat, bizim kişilik xüsusiyyətlərimiz Allahın zikri ilə mümkün olmaqdadır. Bəs kişiliyin hansı xüsusiyyətləri var? Kişilik, yəni mürüvvət, dilimizdə çox işlənilir. Deyir, filan kəs mürüvvətli adamdır. Mürüvvət ad da var bizdə. Onun mənası kişilik deməkdir.
İmam Əli əleyhissalam və digər məsumlarımızın hədislərinə baxanda görürük ki, bir neçə xüsusiyyət kişiliyin əsas xüsusiyyəti kimi sadalanmaqdadır. İmam Əli əleyhissalam, o cümlədən də İmam Cəfər Sadiq əleyhissalam mübarək kəlamlarının birində belə buyurur: "Təmamul muruvvəti ən təkuna za din." Kişiliyin tamamı, kişiliyin ən üstün xüsusiyyəti budur ki, dindar olasan, dinə sahib olasan, dinin buyurduqlarına əməl etmiş olasan. İmam Cəfər Sadiq əleyhissalam buyurur bu hədisi. Deməli, bizim kişiliyimizin əsas xüsusiyyəti imana sahib olmağımızdır. Kamil dinə sahib olmağımızdır. Yəni, dinin gətirdiyi əmrlərə, etdiyi qadağalara bacardığımız qədər mükəmməl əməl etməyimizdir. Yəmna'uka anil fəhşai, o dinə sahib olmalısan ki, o ruha sahib olmalısan ki, o kişiliyə sahib olmalısan ki, səni bütün növ əxlaqsız hərəkətlərdən qorumuş olsun. Deməli, İmam Cəfər Sadiq əleyhissalamın bu hədisi onu göstərdi ki, kişiliyin birinci əsas xüsusiyyəti məhz dini göstərişlərə əməl etməyimizdir. Dini göstərişlər də dedikdə nə nəzərdə tutulur? Əxlaqi və mənəvi keyfiyyətlər. Kişiliyin ikinci mühüm xüsusiyyəti sözün üzə deyilməsidir. Qur'an, o cümlədən də hədislər arxaca danışmağı kişinin əsli xüsusiyyəti kimi deyil, əks tərəfi kimi qeyd eləyiblər. Qur'ana görə söz gərək üzə deyilə. Hədisə görə söz gərək üzə deyilə. Arxaca deyilsə, Qur'an buyurur ki, "Vaylun likulli huməzətil lüməzə." Ölüm olsun, vay olsun, üzdə tənə vurub, arxada qeybət edən şəxsin halına. Deməli, kişiliyin ikinci xüsusiyyəti sözün üzə deyilməsidir. Var bəzi camiyələrdə təəssüflər olsun ki, elə dini camiyədə, məscid camiyəsində də bəzən sözü üzə deyə bilmirlər, arxaca min cür olan olmaz sözlər danışırlar. Amma bilmirlər ki, qiyamətin günündə gətirib səni üzdəşdirəcəklər. Hədis var. Bir qrup şəxslər qiyamət günündə baxarlar əməl dəftərlərinə, görərlər bir şey yoxdur. Şikayət elərlər. Pərverdigar-ı aləm, dünyada filan işləri görmüşdüm axı mən, heç biri burada yoxdur. Allahdan ona bildirirlər ki, sənin etdiyin o əməllər verildi filan kəsə. Çünki sən filan kəsin haqqında çox nalayiq danışırdın. Peyğəmbərimizin hədisidir, səhih hədisdir. Qur'an qiyaməti yevmə tubləs sərair adlandırır. Bütün sirlərin faş ediləcəyi gün. Bütün sirlər o deməkdir ki, bax bu içində nə varsa, qiyamətin günündə hamı düzüləcək, gətirəcəklər məni ki, məsələn, sən filan kəs haqqında nəuzubillah, nəstəğfirullah filan sözü demişsən, üzünə bir cürə demişsən, dalayıcan bir cürə demişsən, faş eləyəcəklər sənin yanında. Qiyamət elə belə səhnə deyil. Ona görə də kimdənsə nəsə narazılığımız varsa və yaxud da kimdənsə nəsə bir xəbər eşitmişiksə, Qur'an deyir ki, xəbəri eşitdiyiniz zaman dəqiqləşdirin. Kişilik xüsusiyyətlərindən biri də bu oldu ki, söz üzə deyilsin. Ayə nə buyurur? Ayə buyurur ki, وَقَالَ رَجُلٌ مُؤْمِنٌ مِنْ آلِ فِرْعَوْنَ يَكْتُمُ إِيمَانَهُ. Ayə uzundur, mən məğzini deyim. Fironun ailəsindən imanını gizlətmiş bir şəxs.
həmən şəxsin Fironun xanımı olduğu deyilir. Asiya binti Məzahim. Firon ki istəyir o tapılmış uşağı Musa əleyhissalamı ki öldürə, o xanım özünü qabağa verir, onun öldürülməsinin qarşısını alır. Firona öz sözünü deyir. Quran həmən xanımı çox tərənnüm eləyir. Ən çox onun tərənnüm olunmasının səbəbi sözü birbaşa zalim Fironun üzünə deməsidir. Bunu təfsir əhli bu ayəni kişiliyin mühüm xüsusiyyətlərindən biri kimi sadalamışlar. Yəni sözün üzə deyilməsi. Və yaxud da Yasin surəsində daha çox oxuyuruq. وَجَاءَ مِنْ أَقْصَى الْمَدِينَةِ رَجُلٌ يَسْعَى قَالَ يَا قَوْمِ اتَّبِعُوا الْمُرْسَلِينَ. Şəhərin ucqar bir yerindən bir nəfər yürərək gəldi. O peyğəmbərlərin ki əleyhinə bir dəstə var idi, az qalırdı ki onları öldürsünlər. Onlara dedi ki, ay cəmaatım, ey qovmum, mürsəllərə, yəni göndərilmiş peyğəmbərlərə tabi olun. Dəstə hazırlaşıb peyğəmbəri öldürə. Bu adam özündə cəsarət tapıb dəstənin qabağına çıxır tək tənha, deyir peyğəmbərlərə tabi olun. Mənbələrdə Həbib Nəccarın olduğu deyilir. Elə onun bu sözünə görə də onu şaqqalayırlar. Ayə buyurur ki, qiyləduxulul cənnəh qalə ya leytə qavmi ya'ləmun. Ruh ağzından çıxan kimi Allah deyir ki, biz ona dedik ki, cənnətə daxil ol. Dedi ki, ey kaş, mənim qövmüm bilərdi, mənim aqibətimi. Deməli, bəzi yerlərdə sözün üzə deyilməsi çox, hətta can təhlükədə olsa belə, məsələn, İmam Hüseyin əleyhissalam kimi, məsələn, Əbəlfəz əleyhissalam kimi, Əbəlfəz əleyhissalamı Əbəlfəz eləyən nədir? Bir neçə xüsusiyyətidir, biri də onun cəsarətidir. Allah Həzrət Musaya dedi ki, get Fironun yanına, görün nə qədər şey istədi. Dilimin düyününü aç, elmimi artır, qardaşımı mənə köməkçi ver və s. və ilaxır. Əbəlfəz əleyhissalam yeganə şəxsdir ki, bilirdi aqibətin. 30 və ya 35 min xüsusi seçilmiş əskərin deyək, pəhləvanın müqabilinə dəfələrlə gəlib İmam Hüseyin əleyhissalamın huzuruna ki, icazə ver. Tək tənha gedib. O cəsarət onu bu günləri Əbəlfəz eləyib. Yoxsa nə imamdır, nə peyğəmbər. Heç bir rəvayət də o həzrətdən nəql olunmayıb bizə. Bir dənə rəvayət var. Sənədi yoxdur, amma elə o həzrətin adına layiq rəvayətdir. Mən bir mənbədə rast gəlmişəm o rəvayətə. Əbəlfəz əleyhissalam buyurub ki, kişinin əsl xüsusiyyəti odur ki, ailəsinin rifahı ilə məşğul olsun. Qeyrətli sözdür, elə yəqin ki, o həzrətin buyurduğu kəlamdır. O həzrətin ruhuna bir salavat zikr edək. Allahümmə səlli alə Muhammed və ali Muhammed. Kişiliyin mühüm xüsusiyyətlərindən biri də izzətdir. Kişilik, yəni insan olan şəxs, mömin, müsəlman olan şəxs gərək özündə izzət tapa, izzətli ola. İmam Hüseyin əleyhissalamın Kərbəlada bizə öyrətdiyi bir neçə mühüm məsələdən, əxlaqi keyfiyyətdən biri də məhz izzət idi. Həzrət belə buyurur, Əl-mavtu fi izzin xayr minəl həyati və fizzil. İzzətli halda ölmək, zəlil halda ölməkdən daha xeyirlidir, daha üstündür. Mömin gərək öz izzətini qoruya, möminin boynu boyunduruq götürməməlidir. Digər mühüm bir xüsusiyyət zəiflərə əl tutmaqdır, zəiflərə əl qaldırmamaqdır, onların xidmətində durmaqdır.
Rəhbər işçisən, işçilərin üçün. Zənginsən, yoxsullar üçün. Alimsən, elm öyrənənlər üçün. Bacarmalısan ki, onların xidmətində dayanıb, onlara nəsə öyrədəsən. Tutduğun vəzifədən, əlində olan hər hansı bir imkandan nəsə yetirəsən. Bu, kişinin əsl xüsusiyyətlərindən biri kimi tərənnüm edilir. Digər bir mühüm məsələ kişiliyin etibarlı olması xüsusiyyətidir. İstəyirik ki, kişilik xüsusiyyətini öz simamızda, öz şəxsiyyətimizdə mükəmməlləşdirək, gərək etibarlı şəxs olaq. Kişi heç vaxtı xəyanət etməməlidir. Qur'an bunu bir neçə əməldən sonra möminin əsas xüsusiyyəti kimi tərənnüm etmişdir. Mömin olan şəxs, müsəlman olan şəxs mütləq şəkildə etibarını əldən verməməlidir. Görün, İmam Sadiq əleyhissalam bu mövzuda nə buyurur? Buyurur ki, kişi odur ki, insanlara qarşı haqsızlıq etməsin, amma öz haqqı tapdanananda da susmasın. Deməli, insanlara qarşı haqsızlıq etmək və yaxud da başqa bir mübarək kəlamında buyurur ki, əsl kişi odur ki, ona arxalananları heç vaxt məyus etməsin. Görürsən, bir şəxs sənə etibar eləyib, hər hansı bir malını, pulunu, namusunu, hər hansı bir nəyini sənə əmanət edibsə, mütləq şəkildə o əmanəti sahibinə qaytarmalısan. Verdiğin vədəyə mütləq əməl eləməlisən. Hədislərdə var ki, kişinin əsl xüsusiyyəti verdiyi vədəyə heç vaxt xilaf çıxmamağıdır. İmam Məhəmməd Təqi əleyhissalamın bir dostu var idi. Bir gün imamla danışdılar, harasa bir yerə getməyi. Vədələşdilər ki, günorta namazlarını qılıb, filan yerdə bir-birlərini gözləyəcəklər. İmam əleyhissalam namazını qılar-qılmaz getdi həmən məkanda gözlədi. Axşam namazına yaxın bu kişinin yadına düşdü ki, bəs imama söz verib filan vaxtda orada olmalıydı. Yüyürdü imamın evinə tərəf. Ev əhlindən bir nəfər çıxdı. Dedi ki, elə ağa namazı qılar-qılmaz getdi. Bilmədik hara getdi. Kişi bildi ki, vədə verdikləri yüyürdü ora. Getdi, gördü, həzrət gözləyir. Üzrxahlıq eləmək istəyəndə İmam əleyhissalam görün nə buyurdu? Dedi, and olsun Allaha, 3 gün gəlməsəydin, burada gözləyəcəkdim. Çünki vədənin müddəti 3 gündür. 3 gündən sonra vədə itər. İmamdan əxlaq öyrənmək lazımdır, kişilik xüsusiyyətini öyrənmək lazımdır. Amma bu günləri bəzən baxırsan ki, bəzi o imamlarımıza məxsus olan o xüsusiyyətləri yaşamırıq və yaxud da yaşaya bilmirik. Deməli, kişinin mühüm xüsusiyyətlərindən biri də verdiyi vədəyə riayət etməsidir. Digər bir mühüm xüsusiyyət, kişilik xüsusiyyətindən biri, ən mühümü bəlkə də çətin anlarda möhkəm dayanmaqdır. Bu çox mühüm bir məsələdir. İmam Əli əleyhissalam buyurur ki, çətinliklər kişiliyin xəzinəsidir. Bu sözə cildlərlə kitab yazmaq olar. Çətinliklər kişiliyin xüsusiyyətidir. Əsl kişi o adamdır ki, çətin olduğu anlarda belə öz kişilik xüsusiyyətini, öz mürüvvətini, mürüvvət keyfiyyətlərini itirməməlidir, unutmamalıdır. Və əziz möminlər, təkcə dini mətnlərdə deyil, biz görürük ki, bizim böyüklərimizin klassik ədəbiyyatımızda, folklorumuzda, bütün sahələrdə dədə-babamızdan bizə qalan ən böyük miras
məhz kişilik mirası olub. Dedik ki, kişilik cins deyil, xanım, bəy məsələsi deyil, kişilik ruhdur. Böyük Azərbaycan şairi Mirvarid Dilbazı deyir ki, hər papaq qoyana kişi desəm mən, kişilər inciyər səxavətimdən. Qadın var ki, ona kişi deməmək, bu düzgün deyildir ədalətimdən. Bizim elə xanımlarımız var ki, özündə xanım Zəhradan üzü aşağı. Bütün kişilik xüsusiyyətlərini, dürüstlük, mərdlik, cəsarət və s. bayaqdan bəri sadaladığımız və sadalamadığımız bir çox xüsusiyyətləri öz əksində cəm eləyiblər. Kişinin olmasa gövhər təki vicdanı təmiz, başı dəysə fələyin tacına bir şöhrət ola. Kişinin xüsusiyyəti, kişilik xüsusiyyəti yoxdursa, padişah olsa belə, şair nə gözəl deyib ki, bir şöhrətdir, şərafəti olmaz belə adamların. Ona görə də uca Allahı and verək öz izzət-i cəlalına xatir, bizim kişilik xüsusiyyətimizin öz əlimizdə saxlanmasına, şeytana bu məsələdə fürsət verməməsinə köməklik göstərsin. Uca Allah bütün ibadət və itaətlərimizi öz mübarək dərgahında qəbul dərəcəyə yetirsin. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuh. Salavat.